Hamınızı salamlar dostlar. Mən Hüseyin. Bu günlər sizlərlə birlikdə yepyeni bir videoda qarşınızdayım. Uşaqlar, bu günləri başlıqda gördüyünüz kimi UFC 5 oyununun qurulumunu və yükləməsini sizlərlə göstərəcəm dostlar. Sizə keçən videomda, yəni mənim partlayan videomda 820 izlənmə alan videomda, 20 like alan videomda sizə bildirmişdim ki, əgər bu videoya 20 like gəlsə, mən o UFC 5 oyununun qurulumunu və yükləməsini sizə göstərəcəm və 20 like gəlib, indi mən sizə qurulumunu və o yüklənməsini göstərəcəm dostlar. Dostlar, birinci dostlar, giririk Play Marketə. Bizə lazım olan təkliflər Play Marketə daxil olduq. PSP yazırıq. Burada PSP emulator gəlir. Bunu yükləyirik. Məndə yüklü olduğu üçün yenidən yükləmirəm. Sonra bizə lazımdır Zartsirev. Hiver ondan. Bunu yükləyirsiniz dostlar. Bunu da yüklədikdən sonra mən açıqlamada linki sizlərə qoymuşam. Bu linkə daxil olub oyunu yükləyə bilərsiniz. Açıqlamaya qoyduğum linkə birbaşa üstünə basıb zaten sizi o yerə atacaq. Chroma daxil oluruq. Açıqlamaya qoyduğum linki istəsəniz kopyalaya bilərsiniz, istəsəniz elə linki üstünə tıklayıb girə bilərsiniz. Mən linki kopyalamışam. Daxil oluruq linkinizə. Dostlar, bu arada bu oyunu, bu oyun mən başqa bir YouTube səhifəsindən götürmüşəm bu siteni. Gördüyünüz kimi burada 3 dənə siteler var. Site öneriləri sizə basmayın. Basın UFC 5 moda. Mod UFC, baxın bunun üstünə bir belə basın sıxın. Belə basın. Baxın burada indirmə şey var. Buna basdıqdan sonra hər bir halda indirin. Təkrar indirilsin. İndi sizdə indiriləcək. Mən də təkrar indirmirəm. Geri qayıdırıq. Onu indirdikdən sonra da onu indirməyə qoyduqdan sonra gəlirsiniz. Baxın, göstərim ki, UFC 5-də mod UFC. Onu indirin. Onu indirdikdən sonra Undisputed 2010-a basırsınız. 2010'un üstüne basırsınız. Burada UFC Undisputed var. Bunun üzerine basıp bu dosyanı da indirirsiniz. Baxın, mən də indirili olduğu üçün təzən indirmirəm. Bu iki tədbiq indirildikdən, daha doğrusu bu iki qovluq indirildikdən sonra, Zartsirev ilə PSP indirildikdən sonra daxil oluruq Zartsirevə. Zartsirevdə əgər sizdə burada PSP dosyası yəqin ki, sizdə burada PSP dosyası olmayacaq. Əgər varsa, daxil olursunuz Dovlanda. Burada mod UFC, daha doğrusu birinci UFC Undisputed 2010'un görüntüləyə vurursunuz və buradakı dosyanı kopyalayıb atırsınız PSP-dəki game dosyasının içərisinə. Məndə olduğu üçün yenidən etmirəm. Sonra isə daxil olursunuz mod UFC PSP V6 Texturex. Buradan da PSP-yə daxil olursunuz. Texturex'i kopyalayırsınız və PSP dosyasını içərisinə atırsınız. Əgər PSP dosyası sizdə yoxdursa, buradan 3 bucaqda gördüyünüz PSP dosyası yaradırsınız. Yeni klasör, amma böyük hərflərlə. Həmin o PSP dosyasının içərisində də game yaradırsınız. Baxın, böyük hərflərlə game yaradırsınız. Məndə olduğu üçün etmirəm. Game'anı yaratdıqdan sonra, Undisputed-sini atdıqdan sonra heç şey eləməyin. Game o təkcə qalsın burada, təkcə game olsun. Ondan sonra gəlin, əgər dediyim kimi PSP dosyası burada yoxdursa. Baxın, bu dosya burada yoxdursa. PSP dosyası yaratdıqdan sonra, game'i də yaradıb, içine Undisputed atdıqdan sonra Dovlanda daxil olub mod UFC 5 PSP Texturex kopyalayıb birbaşa bura atın. Amma yox, əgər PSP dosyanız varsa, burada Texturex, burada da
başqa oyunlar oynayırsınızsa, əgər məsələn PES 2014 və s. və s. O zaman Dovlandakı mod UFC 5 və 6-nın içərisindəki Texturex-i və Texturex-i gəlin PSP dosyasının Texturex-in içinə atın. Ondan sonra isə həmin qaydada, yəni qaydada, əgər PSP yoxdursa save datanı da həmçinin edin. Save datanı da əgər varsa, gəlirsiniz PSP daxil olub save datanın içərisinə bu save data klasörünü atırsınız. Və beləliklə oyun hazırdır. Ondan sonra da daxil oluruq PSP tətbiqinə daxil olduqdan sonra oyun ayarları. Burada işləmə çözünürlüyü var. Əgər cihazınız yaxşıdırsa, buna mənim sizə tövsiyə etdiyim PSP 5.4 PSP-dir. Orada əgər cihazınız yaxşıdırsa, 128 GB-dırsa, Arcouch əgər cihazınız pisdirsə 2x PSP-də oynayın. Arcouch burada Vulkan olur, amma siz bunu əgər cihazınız pisdirsə OpenGL, əgər cihazınız yaxşıdırsa Vulkanda işlədin. Mənim cihazım pisdir deyə OpenGL-də işlədirəm. Ondan sonra isə başqa da çox ayarları qurcalamayın. Unspaid, daha doğrusu burada olmayacaq sizdə UFC bir dəqiqə. Sizdə UFC ana menüdə görünməyəcək. Buradan oyunlara da görünməyəcək. Demolar bağımsız yapımlara basın və burada oyununuzu görə biləcəksiniz. Bəli, UFC kimi ona da gördüyünüz kimi doku dəyişdirmə paketi etkinləşdirildi. 5'imiz artıq. Oyunumuzu bilirsiniz. Oyunumuz beləliklə hazırdır. Daha doğrusu bir şey göstərəcəydim sizə. Burada gördüyünüz kimi eri falan düzəltmək istəyirsinizsə, baxın. Burada yuxarıda olanı 3 nöqtəyə basıb dokunmatik kontrolçiləri özəlləşdirə basıb buradan bunları yerini daşıyıb, yerləri boyutlandırıb düzəldib eləyə bilərsiniz. Hətta burada da öz istədiyiniz kimi düzəldə bilərsiniz hər şeyi. Məsələn, özəl bir özəlləşdirmək üçün dokunun falan filan. Bunları hamısını eləyə bilərsiniz dostlar. Bu sözün qısası belədir dostlar. Gördüyünüz kimi sizə oyunun yüklənməsini və qurulumunu tez bir şəkildə izah elədim. Linki də ki, mən açıqlama bölümündə yerləşdirəcəm. Ora həmin linkə daxil olub göstərdiyim kimi oyunu indirə bilərsiniz. O zaman dostlar, sağ olun, salamat qalın. Bir sonraki videolarda görüşənədək özünüzə yaxşı baxın. Ən azından bu videoya 20 like atmağı unutmayın. Sağ olun, salamat qalın.